Sabahınız da xeyir olsun. Direktə baxıram. Yazıbsınız nömrəni yaz, nömrəni ver, nömrəni ver. İndi o pişi hamız yığmışam. Sizə ait çəkirəm. Mənim bankın prosenti var. Prosentimi ödəyəcəmmi? Yox. Mənim salonum var. Salonumu ödəyəcəmmi? Yox. Cib xarclığımı verəcəmmi? Yox. Uzağa başı kofe içək. Kofeyi ayqa mən özümə alıram. Şükür Allah, hər cür kofem var. Bu kişilər elə bilir ki, xanım boşanmış olanda boşanmış xanımı dərdi azar bizə yataqdır. Səni bilsəm nağarardım, səni belə yərdinə, gözünə girsin. Ayrı dərdimiz azarımız bizim yoxdur. Bizi kimsə yesin, bir də bizə kofe alsın. Rasxod bizə lazım deyil, amma biz elə bunun üçün boşanmışıq. Bizə kimsə bizi aparsın, nəsə eləsin. Şükür Allaha, kofe nədir? 2 manatdır. Hər cür kofe ala bilərsən də. Yəni qram aldın, onu da özümü pazbət elə bilərəm. Şükür Allaha, heç bir ehtiyacım yoxdur. Timboli sizi kimslərə. Sizə xeyir 0. Ona görə də bu belə yaşamaq bu fason, kişi kimi.